Deməli, OTK-nın 9 sinif sınavına düşmüş növbəti sual diqqətinizə çatdırıram. Burada deyir A-nın hansı qiymətində A tam dövrdə A üstəgəl 3 tam üstə 1-i bərabərliyi doğru olar. İndi nə etmək lazımdır? Burada sizə bunu dövrdə verib əslində. A tam dövrdə A. Bunun açılışı necə açılır? Bizim burada A ilə işimiz yoxdur. Yəni A burada tamdadır. Onu qarşıda yazmalıyıq. Tam hardadırsa orada da qalır. Daha sonra nə edəcəyik? Əgər dövrün içərisində bir dənə ədəd varsa, məxrəcə bir dənə 9 yazacaqsınız. Yəni dövrün içərisindəki ədədlərin sayı qədər məxrəcə 9 yazmaq lazımdır. Bunu yazdıq. Daha sonra nə edirik? Dövrdəki ədədi də yazırıq surətdə. Çevirdik bunu artıq kəsrə. Onun üzərinə 3 tam 3/1 gələndə bu kəsrə bərabər olmalıdır. İndi mən ilk öncə bunu yazmamışdan əvvəl nə etməliyəm? Bu kəsiri qarışıq ədədə çevirməliyəm. Çevirəndə də necə çevirəcəm? Ədədi, ümumiyyətlə kəsiri qarışıq ədədə çevirəndə surəti məxrəcə böləcəksiniz. Alınan tamı, yəni natamam qisməti tamda yazacaqsınız və qalığı isə yazacaqsınız surətdə. Yazırıq 5 tam 9/5. Aha, indi nə etməliyik? Bu kəsirləri ortaq məxrəcə gətirməliyik. Kəsirləri gətirdik ortaq məxrəcə. Bunu hər iki tərəfdən 3-ə vururam. Olur 3 tam 9/3. Ortaq məxrəcə gətirdikdən sonra biz onların toplaya bilərik. Necə toplayırıq? Qarışıq ədədləri toplayanda tamla tamı toplayıb tamda yazmaq lazımdır. Surətlə surəti toplayıb surətdə yazırıq. Məxrəclər olduğu kimi qalır. Onda A üstəgəl 3 nəyə bərabərdir? Tamam. Burada da A üstəgəl 3 də surətə bərabərdir. Hər ikisi də 5-ə bərabər olduğu üçün A üstəgəl 3-ü biz 5-ə bərabər götürəcəyik. Onda A bərabər olacaq 2-yə. Deməli, cavabı tapdıq. Cavab 2-dir.